O vaxtlar Ayətullah Ruhullah Xameyni Nəcəfdə idi və Nəcəfdə siyasi sürgündə idi. Qum hövzəsindən ona fətva verilmişdi ki, o şahın dediklərinə əməl etmir, yəni pazibane əməl deyil. Çünki şiəlikdə iki mərkəz var, Nəcəf və Qum. Və Ruhullah Xameyni Nəcəfə getdikdən sonra orada Ayətullah Sistaninin yanındaydı. Və həmən vaxtı təxminən sizin bəhs etdiyiniz hadisələr 1978-ci ilin sentyabr ayları idi. Sentyabrın 2-sində bu proses ilkin olaraq başladı. Sentyabrın 6-sında Ruhullah Xameyni haqqında Tehrandakı qəzetlərdə, təbii ki, şahın nəzarətindəki qəzetlərdə təhqir edici məqalələr çıxdı və sentyabrın 8-də etiraz aksiyaları başladı 78-ci ildə. Məsələ burasındadır ki, o vaxtki aksiyalarla indiki aksiyalar arasında çox ciddi fərqlər var. O vaxt İran, o vaxt Məhəmməd Rıza Şah Pəhləvinin İranı Amerikaya çox açıq idi. Amerika Birləşmiş Ştatlarının yaxın şərqdəki ən yaxın müttəfiqi sayılırdı. Hətta İsraildən də yaxın müttəfiq sayılırdı. Və məhz bu səbəbdən də şah milyardlarla dolları silahlanmaya xərcləyirdi və ən müasir silahları vaxt ABŞ ona verirdi. O cümlədən F-14 Tomcat qırıcılarını. Və beləliklə İran ordusu sürətlə yenilənirdi. İranın daxilində isə təhlükəsizliyi İranın deməli kəşfiyyat strukturları və əks kəşfiyyat strukturlarından daha çox İsrailli agentura təmin edirdi. Məhz İsrail agentura şəbəkəsi o vaxt İranın Kəşfiyyat və İnformasiya Nazirliyinə vəzarət-i keşvər deyirdilər. Onlara məlumat verirdi. Və İranlılarda, sadə İranlılarda İsrailə qarşı olan antipatiyanın səbəblərindən biri də budur. Çünki o vaxtki SAVAK təhlükəsizlik xidməti vardı İranda. Onun rəhbəri İsraillilər idilər. Və İran iqtisadiyyatı da İsraildən demək olar ki, idarə olunmasa da çox ciddi rıçaqlara malik idi İsrail. Daha sonra 79-cu ildə deməli bu İslam inqilabı başlayanda, bu İslam inqilabı elə belə başlamamış. Bu İslam inqilabının arxasında ABŞ və Fransa dayanırdılar. Xamneyi deməli Fransada olarkən məhz Air France təyyarəsi ilə gəlmişdi və Tehranda onu qarşılayanlar arasında birinci sırada ABŞ-ın o vaxt Tehrandakı səfiri vardı. Rıza Şah İrandan bilirsiniz qaçdı, xəstə idi və sonra müalicə adından Amerika Birləşmiş Ştatlarına yerləşdi. Və o vaxt Xameyni də tələb etdi ki, Rıza Şahı İrana versinlər. Təbii ki, Amerika vermədi və beləcə 463 gün nəticəsində 64 nəfər ABŞ vətəndaşı İranlı tələbələr tərəfindən girov götürüldü. Və bundan sonra ABŞ və İran arasında münasibətlər tamamilə pozuldu. Daha sonra 86-cı ilə qədər İran çalxalanırdı. Çünki Ayətullah Xameyni onunla hakimiyyətə gələn və onu hakimiyyətə gətirən iki əsas qüvvəni aldatdı və sonra bu qüvvələri divan tutdu. Bunların biri İran Komünist Partiyası və onun ətrafında birləşən sosial demokratlar, Tudəçilər idi. Hizb-i Tudə deyirdilər onlara. İkincisi isə Mücahidin Xalq Mücahidləri birləşməsi idi. Və mücahidin xalq aldadıldığını başa düşəndən sonra Xameyniyə qarşı silahlı mübarizəyə başladı. Ona yaxın İranlı nazir öldürüldü, yüzlərlə məmur güllələndi, minlərlə dövlət qulluqçusuna sui-qəsdlər təşkil olundu və hətta Xameyninin özünə belə 2 dəfə uğursuz sui-qəsd olmuşdu. Əli də o zamandan topal qalıb, bəli. Yox, onun əli İran-İraq müharibəsində olub. Ona gələcəyəm indi. Məsələ burasındadır, Mücahidin xalq faktiki olaraq terror təşkilatıdır və onun başında duran Məryəm Rəcavi ABŞ-dan dəstəklənir. Təsadüfi deyil ki, ABC onu terrorçu təşkilatlar sırasından çıxartdı bu qruplaşmanı. İraqda yerləşirdi və sonra İran münasibətləri pozulmaq, daha doğrusu İrandan qorxduğu üçün Mücahidin xalqın əsas figurlarını ölkədən çıxartdı. Və onlar Fransaya yerləşdilər, hal-hazırda Albaniyada, Tirana yaxınlığında təlim məşq düşərgələri var onların. Və bütün bu hadisələrin hamısında Azərbaycanlar çox ciddi rol oynadılar. Başındadır, yanında Allah rəhmət eləsin, Əyətullah Şərət Mədarı idi. Əyətullah Şərət Mədarı, Əyətullah Gülpeyqani, Əyətullah Təbrizi, Əyətullah Təbətayı və digərlərin hamısı Xameyninin hakimiyyətə gəlməsində böyük rol oynadılar. Amma onların hamısını Xameyni aldatdı.
və İslam inqilabının üzr istəyirəm, İslam inqilabının ixracı ilə bağlı belə bir ideya fiks ortaya atıldı. Birinci vilayət-i fəqih ide fiksidir. Yəni İranda hakimiyyət prezidentdən asılı deyil. Biz nədənsə düşünürük ki, İran prezidenti ilə ölkədə böyük rol oynayır. Yox, o adi bir icra edici səlahiyyətlərə malik. Əsas bütün hakimiyyət rəhbərin əlində. Əyətullah mərcəyi təqlid olan 90 yaşlı Xamneyinin əlində birləşib. Xamney milliyyətcə Azərbaycanlıdır, amma Azərbaycanlıları divan tutan Azərbaycanlılardan biridir. Bu bir qısa tarixi ekskursiyadır. Bu çox danışmaq olar, zərurət görmürəm buna, amma indiki vəziyyətdən danışır. İrandakı indiki vəziyyət 2000-ci illərin əvvəlində İranın həyata keçirdiyi nüvə proqramı ilə bağlı İranın danışıqlardan çıxması və bunun nəticəsində məruz qaldığı sanksiyalarla bağlı. O sanksiyalar get-gedə artır və İran iqtisadiyyatı iflic olub. Bundan əvvəlki etiraz aksiyalarına gəldikdə isə 93-cü ildə, 98-də, 2001-də, 2016-da, 2019-da, 2020-də olan etiraz aksiyalarının hamısından bu aksiyalar fərqlənir. Çünki son etiraz aksiyası Məsihə Əminin öldürülməsi ilə bağlı idi və bu etiraz aksiyalarına hamı qatılmışdı İranda. İndi isə vəziyyət tamamilə fərqlidir. Birincisi, bu etiraz aksiyaları xaricdən idarə olunur. Siyasi impotent və ümumiyyətlə İran haqqında məlumatı olmayan, çünki 46 ildir bu adam İranda deyil. 10 yaşında gedib, bəli. İranda hakimiyyətə gəlmək istəyən bir adam indi İranda hakimiyyəti ələ keçirməyə çalışır. Söhbət Şahzadə Rıza Şah Pəhləvidən gedir. Bu İranda heç bir xarizmiyə malik olmayan bir adamdır. İranda bəli monarxistlər var, bu da küçələrdə Cavad Şah səsi səslənir. Cavad Şah deyərkən bilin ki, bu şahı nəzərdə tuturlar, bu indiki Pəhləvini. Bəli. Amma gəlin baxaq görək, bu şahın canı cəhənnəmə, üzr istəyirəm sərt ifadəmə görə, çünki bu əsl siyasi imbetsildir. Bunun İranda hakimiyyətə gəlməsi bütün yaxın şərqi partladacaq. Onu bu hakimiyyətə hazırlayanlar bilməlidirlər. Əgər, deyirəm sizə və bunu da bütün tamaşaçılarımız bilsin, əgər Rıza Şah İran sərhədini keçərək İrana gələrsə, İran mütləq parçalanacaq. İranda çox qanlı, çox faciəvi qardaş qırğını başlayacaq. İranda vətəndaş müharibəsi başlayacaq. İranda Kürdlər mütləq şəkildə Azərbaycanlılara hücum edəcəklər. Çünki Azərbaycanlılardan fərqli olaraq Kürdlərin silahlı dəstələri var. PJAK var, JIPAG var, JET var və digərlər. 12 silahlı dəstələri var bunların. Mehabaddan tutmuş Türkiyə sərhədinə qədər bunların terrorçu, separatçı dəstələri var. Azərbaycanlılar isə silahlanmayıblar. Üstəlik, burada bir çox nüanslar var. Digər tərəfdən monarxiyanın bərpasını İranda istəmirlər. Bu yayılan bilərəkdən videolarda belə görünür, amma belə deyil.